Cəfərov Vüsal Şəfəoğlu 1996-cı il yanvarın 16-sında Səlyan rayonunun Xələc kəndində anadan olub. Azərbaycan ordusunun daxili qoşunlarının əsgəri olan Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Vüsal Cəfərov noyabrın 6-sında qəhrəmancasına şəhid olub. Noyabrın 11-də Səlyan rayon Xələc kəndində Şəhidlər Xiyabandında dəfn olunub. Vüsal Cəfərov ailəli idi. Bir vətənimizə əmanət, bir oğul övladı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağımda düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gənc yaşımda. Gəl boyuna qurban ay vətən ol. Qəlbim qan ağlayır bu gənc yaşımda.